Bura Zaqatala rayonunun Qazangül kəndidir. Təbiət hadisəsi. Sel gəlib keçib, amma arxadan buraxdığı fəsadlar kənd sakinləri üçün əsl kabusa çevrilib. Evlər, həyətlər, küçələr sel sularının və palçığın altında can verib. Sakinlər çarəsizdir. Lakin onların selin gətirdiyi palçıqdan daha çox aidiyyatı qurumların soyuq və laqeyd münasibəti boğur. Göründüyü kimi infrastruktur sıradan çıxıb. Sel təkcə torpağı yox, vətəndaşların normal yaşayış ümidini də yuyub aparıb. Ərazi yaman gündədir. Bəs bu mənzərə qarşısında dövlətin maaş verdiyi, fəlakətlərin qarşısını almalı olan məmurlar hardadır? Sakinlər deyir ki, qapısını döydükləri heç bir aidiyyatı qurum problemlə maraqlanmır, baxan yoxdur, eşidən yoxdur. Qazangül kəndinin sakinləri dövlətin etimad göstərdiyi müəssisələrin rəhbərliyindən xidmət tələb edir. Ticarət yox, ortada böyük bir laqeydlik və vəzifə öhdəliklərindən qaçmaq cəhdi var. Sakinlər növbəti yağışların bütöv bir kəndi xəritədən siləcəyindən qorxurlar. Ümid edirik ki, Zaqatala rayon icra hakimiyyəti və aidiyyatı qurumlar bu səsə səs verəcək. Vətəndaşlardan pul tələb etmək yox, onlara ayrılan büdcənin hara xərcləndiyinin hesabını vermək lazımdır. Mövzu diqqətimizdədir. İddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Salam əziz izləyicilər. Mən hal-hazırda Zaqatala rayonunun Qazangül qəsəbəsindəyəm. Çox saylı şikayətlərə əsasən buradayım. Ki, bax bu gördüyünüz, mən dayandığım bu yer hər iki tərəfi yaşayış sahəsidir və su, yağış yağan zaman sel burayla gəlib bütün evləri neçəsini hələ dağıdıb, aparıb və bu sakinlər qorxurlar ki, yenidə sabah sel ola bilər, o zaman qalan evləri də yenə suyun altında qalacaq. O baxımdan da bunlar dediklərinə görə əlaqədar təşkilatlara hamısına bildiriblər, məktubla, ərizə ilə, amma hələ bu günə qədər də gəlib, maraqlanan olmayıb və niyə onu bilmirəm. Odur ki, Zaqatala rayon icra başçısı, baxın, bəlkə də maraqlanır, bəlkə də maraqlanmayıb, yenə də deyə bilmərəm. Yəni, maraqlanıb tədbir görsəydilər, bugün sakinlər toplaşıb bizi dəvət eləməzdi. Görürsünüz qaz xəttini. Görürsünüz, o qaz xətti bərbad halda çox qorxuludur, ondan sonra təhlükəlidir. İndi mən yavaş-yavaş sakinlərin yanına yaxınlaşacağım və sizi də onu görəsiniz. Baxın, indi yola. Görürsünüz buraları. Və bax, bu həmin bu yerdir ki, burada sel artıq evlərə, həyətlərə girib. İndi qarşıda da bizi sakinlər gözləyirlər. Yaxınlaşıram onlara. Onlar öz fikirlərini də desinlər ki, görürsünüz, baxın. Görürsünüz. Tam iflis bir vəziyyətdədir. Yəni, havanın yaxşı olan vaxtı niyə bura tədbir görülmür? Anlamıram. Hətta bayaq icra nümayəndəliyindən adamlar da gəlmişdilər, eşitmişlər ki, mən buradayım. Sağ olsunlar. Onlara da dedim ki, heç olmasa buranın traktor vasitəsilə qazıb kənarlara versinlər ki, bura bənd vurulana qədər biraz qarşısı alınsın. Onun üçün də, baxın, görürsünüz, həyətlərə baxın. Düz, hələ bu gördüyünüz həyətlərin əksəriyyəti mən hal-hazırda getdiyim yerə qədər həyət olub. Və indi ora artıq bura həmin həyətdə çaylağa dönüb. Çaylağa dönüb, indi görək sakinlər nə deyir, onları da dinləyək. Görək, inşallah bəlkə Allah bunlara insaf verib tədbir görə bilsinlər. Görəcəklər. Salam aleyküm. Buyurun, o fikirləriniz, şikayətiniz nə idi? Bir dəqiqə düşmən. Buyur. Qurban Qurbanov, Zaqatala sakini, Qazangül qəsəbəsi. Bizim biçən müraciətimiz odur, dəfələrlə olubdur, nazirliyə, icraya. Çox yerlərə biz getmişik, nümayəndə yığışıq, təqdim olunmuşuq. Qaraş göz qabağındadır, tikdiyimiz uçur, ağaçlar gedir. Göz qabağında ağacı simə bağlayırıq. Sabrimenlə dövrdə yaşayırıq. Çaylağımız da avazanı keçibdir, baxanı yox. Bütçə təqdim edirlər, lazım olanda. Kağızı ki, torpaq pulunu ödəyiriz. 12 metre bizim torpaqla əlaqəmiz olmalıdır. Yoxdur, ortada bir şey yoxdur. Dövlət var, Azərbaycan dövləti var, hakimiyyəti görmürük.
Bir qabağa çıxsın ki, bu selin qabağında bu vətəndaşlarımıza nə oldu? Əgər bu dövlətsə gəl çıxmalılar da qardaş. İnşallah gəlirlər. Budur göz qabağında, bu öz baxız. Yuyub aparır. Gəl ağacı bağlamışıq. Vaxt vardı buradan biz qaz oynayan vaxtı traktor gəlib keçirdi, odunu bura boşaldırdı, odunu doğrayıb dışımızı görürük. İndi məftilə bağlayırıq ağaçlara. Eve 10 metre daha var. Görsən görürəm. Hə. Yox, setkana bərabər dəyişin qalmıyor. Faktiki Azərbaycan qanununda əgər götürsək, yəni qanun nəyinə yaxınlaşsaq, evlə, yəni qranitsa məsələsi var. 10-12 məsafə gərək biz qorunmalıyıq dövlət tərəfdən. Biz indi nədən qorunaq? Kimdən qorunaq? 10 metr deyil. Daha o deyil. Görsən o evlər. Bu evlər. Yoxdur, yox. Hamısı buyuruz. Gözünüzlə baxırız, hamısı bir də ki selin altına qalasıdır. Heç nə, inşallah biz də bunu yuxarı çıxacağıq. İnşallah. Yəni fövqəladən olub. Ekologiyadan olub, gəliblər, çəkiblər özləri, təqdim olub. Burada mən durub şəkil çəkib şəklimi göndərmişəm. 2 yekə ağac gedibdir. Hər şey təqdim eləmişik, deyiblər, narahat olmayın. Sonra bizi məktəbə çağırıb dəvət ediblər, deyiblər, yarı pulu siz yığırız, əgər biz yarı pulu yığırıqsa, daha mənim başı sizi nə eləyir? Daha özümüzü qoruyarıq da, əgər yarı pulu yığırıqsa. Yəni naloqumuz hara gedir, bunu istəyirik biz. Sadəcə naloqumuz hara gedir. İnşallah güzələr, inşallah. İnşallah Allah kərimdir, Allah sizdən razı olsun. Ümidimiz yenə də özümüzədir. İnşallah. Birinci Allah qalandı özümüzə. Sağ olun, teşekkür ederim. Xoşdur.